Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizodoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su bataqlıq, dəniz sahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək. Bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsəd yönlü maarifləndirmə təbliğat tədbirləri həyata keçiriləcək və epizodoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində görülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizodoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.